Bəli, qədim insan məskənlərinin mühafizəsi, təhdidlər və müasir yanaşmalar adlı beynəlxalq konfrans öz işinə davam etdirilir və səhər saatlarından konfrans artıq öz işinə başladı və elə ilk açılış nitqində Mədəniyyət Naziri Adil Kərimli etdi və onun da çıxışında biz bir çox məqamların şahidi olduq və o bizə bildirdi ki, ümumiyyətlə konfrans iştirakçılarına bildirdi ki, məhz qədim insan məskənlərinin qorunması, mühafizəsi və təbliği istiqamətində vahid platformanın yaradılması ən önəmli məqamlardan biridir və bu platformada ortaq bir şəkildə təşkil olunmalıdır və Adil Kərimli xüsusilə bu məqama da toxundu ki, məhz 30 il ərzində Azərbaycan torpaqlarında məhz qədim insan məskənlərindən tutmuş tarixi abidələrə, mədəni irsimizə müdaxilələr olub və bəziləri də dağıdılıb bildiyiniz kimi bu istiqamətdə də monitorinqlərin keçirilməsi və tədbirlərin keçirilməsi davam etdirilir və bu da məhz qədim insan məskənlərinin qorunmasında effektivliyini artırdığını qeyd etdi. Yanımda Mədəniyyət Nazirinin müavini Fərid Cəfərovdur. O bizə ikinci panel haqqında məlumat verəcək. Ümumiyyətlə həm də konfransın işi haqqında danışacaq. Salam Fərid müəllim. Xoş gördük Vüsələ xanım. Bugün bildiyiniz kimi, sizin də qeyd etdiyiniz kimi Azərbaycanda beynəlxalq səviyyədə qədim insan məskənləri və onların qorunması, eyni zamanda müasir risklər və müasir yanaşmalar mövzusunda beynəlxalq konfrans təşkil edilir. Əslində bu konfrans həm təbiət etibarilə, həm də öz miqyasına görə dünyada ilk dəfə olaraq bəlkə də təşkil edilən bir tədbirdir. Çünki bu tədbirdə həm beynəlxalq təşkilatlar, həm hökumətlər, eyni zamanda qeyri-hökumət təşkilatları və elmi dairələr birlikdə iştirak edirlər və bu mövzuları birlikdə müzakirə edirlər. Konfransda qeyd etdiyiniz kimi 3 əsas panel müzakirə mövzusu olacaqdır. Ümumi olaraq deməli qədim insan məskənlərinin qorunması məsələsi, daha sonra qədim insan məskənlərinə müasir deməli təhdidlər fonunda həm iqlim dəyişikliyi, həm də silahlı münaqişələr kontekstində müzakirələr və təbii ki, üçüncü mövzu da konfransın Azərbaycanda keçirdiyini nəzərə alaraq Azərbaycandakı qədim insan məskənləri, onların mühafizə sistemləri və onların qorunmasının daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr olacaq. Bütün panellərdə bizim yerli və xarici mütəxəssislərimizin, beynəlxalq təşkilatlı nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. Sizin konkret suala gəldikdə və ümumilikdə qeyd etmək lazımdır ki, təbii ki, bu konfransın Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildir. İlk növbədə ona görə ki, təbii ki, Azərbaycan qədim insan məskənləri ilə zəngin olan bir ölkədir və bu insan məskənlərinin bəziləri beynəlxalq siyahılarda da əksini tapmışdır. Çox sağ olun, ətraflı məlumat üçün. Konfrans öz işinə davam etdirir və bir neçə dəqiqədən sonra isə ikinci panel başlayacaq. Hələ ki, bizdən bu qədər söz sizdədir əsas studiyada.